Mən varam və mən naqisəmsə deməli kamil bir varlıq var. Hardan götürdüm bunu? Çünki mən istər-istəməz kamillə müqayisədə dedim ki, naqisəm. Bu fəlsəfi tərifdir. Mən naqisəm, məndə nəsə yoxdur, deməli varlığın kamili var ki, ona istər-istəməz biri deyəndə ki, mən naqisəm, deməli mütləqi qəbul edir. Nə ilənsə müqayisədə naqissən? Şeyx Mahmud Şəbüstəri deyir ki, ondan soruşurlar ki, daxil və səfər nə mənadadır? Özünü tanır, Rəbbini tanıyarsan. Cavab verir. Qulaq asın, əsas hissəsini bitirirəm, sonra rahat olacaq. Deyir ki, sən var olmağı bilirsən, bəli. Özünə müraciət edirsən ki, mən varam. Bunun üçün dəlil lazımdır. Mənə dəlil göstərin, görün, mən varam. Yox, mən varam. Varlığım aydındır mənim üçün. Bilirsən, bəli. Varsan, naqissən, məhdudsan. Bunu da bildim, bəli. Çünki nəyimsə yoxdur da mənim. Nəyimsə yoxdur. Deyim, məhdudiyyəti götür. Məhdudiyyət var ha, sənin məhdudluğun. Onu götür, yerdə qalan varlıq Allahdır. Varlığın özü Allahdır. Mən varam, yox, ha, varlığın özü. Sadələşdirin misalı. Təsəvvür edin, dənizin içinə mümkündürsə akvaryumlar qoyublar. Akvaryumların içi su ilə doludur. Təsəvvür edin bir anlıq. Akvaryumların içində su var. Akvaryumlar niyə məhduddur? Çünki müəyyən həcmdə su içinə daxil edir. İndi zehnindən o akvaryumların o şüşələrini çəkin, ortada qalan nədir? Dəniz. Varlıq belədir. Varlıq belədir. Mən varam, bu var, o var, hamımız naqisi. Bu naqisliklər nədir, məhdudiyyətlər? Onları çək ortadan. Yerdə qalan nədir Allahdır? Şeyx Mahmud Şəbüstəri deyir ki, Allah odur ki, onu barmağımla göstərənməyəsən, amma hər şeylə bir yerdə olsun. Deyənməyəsən, budur, odur, odur. Göstərdinsə Allah deyil. Amma hər bir əşya ilə birlikdə olsun. Hər bir əşya ilə birlikdə olsun. Allah tanımanın əsası budur.